Salam əziz şagirdlər. Mən sizlərə 2-ci sinif Azərbaycan dilindən testlərin izahını verəcəm. Birinci sualdan başlayaq. Hansı söz səhv yazılmışdır? Ahəng, qəşəng, fişəng. Qəşəng sözü səhv yazılmışdır. Saitlə başlayan şəkilçi artırmaqla müəyyən edə bilərik. Sözün son samitini qəşəng, qəşəngin, qəşəngə, yəni qəşəngə demirik, qəşəngə deyirik. Qəşəngin yox, qəşəngin. Saitlə başlayan şəkilçi artıranda görürük ki, k yox, g ilə düzgün yazılmış olur. Doğru cavab olur B variantı. Hansı sözdə nöqtələrin yerinə g hərfi yazılmalıdır? Çərpələng, yine də saitlə başlayan şəkilçi artırmaqla müəyyən edə bilərsiniz. Çərpələngin, tankın, k hərfidir. Burada kəpənək, kəpənəyə olur. Saitlə başlayan şəkilçi artırdıqda, yəni k-yu əvəzləməsi baş verir. Amma sözün son hərfi k hərfidir yazılışda. Saitlə başlayan şəkilçi artırsaq, k-yu əvəzləməsi baş verərdi. Hansı sözlərdə nöqtələrin yanına g hərfi yazılmalıdır? Oldu A variantı. Hansı cümlədə səhv yazılmış söz var? Biz ağacları əhənglədik. O səhənki götürüb getdi. Səhənki olmaz. Səhəngi götürüb getdi. Səhv yazılmış söz olur B variantı. Hansı doğru deyil? Rəng yazılışda g-dir. Çiçək bələk olar. Bələk yox, bələk. Səhv olacaq C variantı. Hansı şəkil adı bildirən sözün son hərfi digərlərindən fərqlənir? Tüfəng son hərfi g-dir düzgün yazılışda. Əlcək son hərfi k-dır. Pələng son hərfi g-dir. Necə oldu? Tüfəng sonu g, əlcək sonu k hərfidir. Pələng sonu g-dir. Fərqli olan hansı oldu? B variantı. Davam edək. Nöqtələrin yerinə uyğun gələn hərflər. Hərf hansı sözün ilk hərfidir? Zəng gəldiyi üçün otaqdan çıxdı. Zəng g hərfidir və bununla başlayan hərf gilasdır. Doğru cavab olur A bəndi. Düzgün yazı və düzgün tələffüz qaydasını əziz şagirdləri qarışdırmayaq. Yəni zəng deyəndə k səslənə bilər, amma düzgün yazılışda g hərfidir. Hansı cümlədəki bütün sözlər doğru yazılmışdır? Nəhəng binalar olar. Səhv yazılıb. A bəndə cavab ola bilməz. Qəşəng g, qəşəng qızlar bizə kömək etdi. Mən məşq əlcəklərimi taxdım. Doğru cavab olur C variantı. Verilmiş sözlərdən neçəsi doğru yazılmışdır? Külünk, kürk, zəng, çələng. Doğru yazılan deyir. Kürk və zəng sözləri doğru yazılmışdır. Doğru cavab olur B variantı. Nöqtələrin yerinə uyğun gələn hərf hansıdır? O çox nəhəng görünürdü. Doğru cavab olur A variantı. Nöqtələrin yerinə uyğun gələn hərflərin ardıcıllıqla verildiyi variant hansıdır? Səhəng sonu g hərfi ilə yazılır. İstək sonu k ilə yazılır. Doğru cavab olur A variantı. Çalışmalara baxaq. Sözlərin yazılışı g yoxsa k? Sözlərin sonuna uyğun gələn hərfləri əlavə edin. Qəşəng olacaq g, çiçək, əlcək, fələk, k hərf olur. Pələng sonu g ilə bitir. Əhəng, mələk, çələng sonu g ilə bitir. Cümlələrdə səhv yazılmış sözlərin altından xətt çəkin. Baxaq. Bu bitkilər yox, bitkilər olar. G yox, k. Xeyirlidir. Bu bitkilər xeyirlidir. Sizə dəstək t olmalıydı. Olacağam. Bina çox nəhəng idi. G hərfi yazılmalıdır. Nəhəng sözü yanlış yazılmışdır. Ağacın kölgəsində dincəldik. Kölkə yox, kölgə g yazılmalıdır. İnkişaf etmiş ölkələr hansılardır? Biz çərpələng uçurduq. Çərpələng sözü yanlış yazılmışdır. Sözlərin son hərfini yazın. Bu
Bu sözləri cümlədə işlədin. İnək, fişəng sonu G ilə yazılır. Ahəng G yazırıq. Rəng Q yazırıq. Cümlədə işlədə bilərik. Mən kəndə gedəndə inəkləri gördüm. Fişəng, havada fişənglər partlayırdı. Ahəng, musiqinin ahəngi olur. Rəng, mən bütün rəngləri sevirəm. Və yaxud da başqa cümlələr də işlədə bilərsiniz. Şəkildəki sözlərin düzgün yazılışını və tələffüzünü qeyd edin. Baxaq, tüfəng sözü yazılır. Tüfəng. Tüfəng. Sonu G ilə yazılır. Amma əziz şagirdlər, tələffüzdə diqqətli oluruq. Tələffüzdə olacaq tüfəng. Sonu K səslənir. Zəng. Z-N-G. Yazılışda G-dir. Tələffüzdə olacaq zəng. Çərpələng. Çərpələng. Sonu G ilə yazılır. Tələffüzdə isə çərpələng kimi tələffüz olunur. Diqqətli olaq. Çörək. Çörək. Sonu K ilə yazılır. Bu düzgün yazıdır. Amma tələffüz böyük mötərizənin içərisində yazılır. Çörək kimi tələffüz olunur. Yəni, baxın, X üstündə xət. Bu hansı səsi verirdi? İlk səsini verirdi. Çörək kimi tələffüz olunur. Cümlələrdə boşluqlara uyğun gələn hərfləri yazın. Yazaq. Xəstə olduğu üçün maska taxdı. Rəngli kağızları gətirin. Zəng səsi eşidildi. L, Ə, N, G olacaq. Ləng hərəkət etmə. Qızım, çiçəklərə qulluq et. Qızım, çiçəklərə qulluq et. Qızına müraciət edir. Baxın, müraciət bildirən söz var deyə özündən sonra vergül qoymuşdu. Cümlənin əvvəlində gəldiyi üçün özündən sonra vergül qoymuşdu. Qapı bərk döyüldü. Sonu olacaq ki. Davam edək. Doğru yazılmış sözləri altından xətt çəkin. Doğru yazılmış sözlərin altından xətt çəkin. Çəkək. Bank doğru yazılıb. Ahəng. Pələngi olmalı idi. G olmalı idi. Yanlışdır. Səngər. Diqqət sözü məsələn səhv yazılıb. 2 Q ilə yazılır. Diqqət olmalı idi. İngilis sözündə Q yox. G olmalı idi. Bunlar yanlışdır. Magnit yox. Magnit olmalı idi. Bizdən deyir doğruların altından xətt çək. Oksigen doğru yazılmışdır. Region doğru yazılmışdır. Sənətkar yox. Sənətkar olmalı idi. Vulkan doğru yazılıb. Üzük doğru yazılıb. Rəng K yox. G olmalı idi. Rəng. Bəkməz doğru yazılıb. Dərk, əmlak. Doğru yazılan sözlərin altından xətt çəkdik. Doğru uyğunluğu müəyyən edin. Müəyyən edək. Tünd, sonu D-dır. Tüstü, T olmalı idi. D, burada olacaq T. Zəng, C-dır. C ilə bitir. Yüksək, Q ilə bitir. Fıstıq olar. T-yə birləşdirək. Ahəng, G olacaq son hərfi. Məktəb, azadın. Görürsünüz, saytla başlayan şəkil çatıranda D olur. D ilə bitir. Sözlərin son hərfini yazın və bu sözləri cümlədə işlədin. Yazaq, uşaq, Q ilə bitir. Qonaq, Q ilə bitən sözdür. Əmək, Q ilə bitir. Səhəng, Q ilə bitir. Ürək, Q ilə bitən sözdür. Düzgün yazılışını deyir, müəyyən edin. Düzgün yazılışı müəyyən etdiyi cümlədə işlədin. Cümlədə işlədə bilərsiniz ki, uşaqlar gəzintiyə getdilər. Dünən bizə qonaq gəlmişdir. Əmək insanı ucaldar. Keçmişdə səhəng ilə su daşıyırdılar. Ürəyim sevinç hissi ilə doldu. Müxtəlif cümlələr qrup yaza bilərsiniz. Əmr nida cümləsi baxaq. Hansı
Hansı cümlə nida cümləsidir? Durğu işarəsi buraxılmışdır. Qarabağ Azərbaycandır. Elə doğru cavab olacaq A variantı. Qarabağ Azərbaycandır. Hansı əmr cümləsi deyil? Burada da durğu işarələri buraxılıb. Tez olun. Nida cümləsinin sonunda əziz şagirdlərim nida işarəsi qoyulur. Tez olun. Ayağa qalxın. Əmr cümlədir. Hansı əmr cümləsi deyil? Niyə hamınız gəlmisiniz? Bu hansı cümlədir? Bu sual cümləsidir. Sonunda sual işarəsi qoyulur. Doğru cavab olur B variantı. Bizə də deyir hansı əmr cümləsi deyil. Nəqli cümlənin sonunda nöqtə qoyulur. Əmr cümləsinin sonunda nöqtə işarəsi qoyulur. Nida işarəsinin sonunda isə nida işarəsi qoyulur. 3-ə baxaq. Cümlənin sonuna uyğun gələn durğu işarəsi hansıdır? Sən heç kəsə bir söz demə. Sən heç kəsə bir söz demə. Sonuna nöqtə qoyulacaq. Doğru cavab olur A variantı. Hansı cümlə növünə görə digərlərindən fərqlənir? Ay qızım, çox sağ ol. Qızına müraciət edir. Bəh, çiçəklər çox gözəldir. Bu nida cümləsidir. Uşağın əlindən tutun. Bizə deyir ki, hansı cümlə növünə görə digərlərindən fərqlənir? Fərqlənən cümlə hansı oldu? Ay qızım, çox sağ ol. Bəh, çiçəklər çox gözəldir. Uşağın əlindən tutun. Fərqli olan olacaq C variantı. Burada əmr cümləsidir. C variantında. Hansı cümlə əmr cümləsidir? Saatını neçəyə almısan? Sual cümləsidir. Ağacdan almaları səbətə yığ. Əmr cümləsidir. Kimi özünlə aparacaqsan? Bu da sual cümləsidir. Əmr cümləsi olur B variantı. Nöqtələrin yerinə hansı sözü yazsaq əmr cümləsi yaranmaz? Qızım yat, əmr cümləsi olacaq. Qızım oxu, əmr cümləsi olacaq. Qızım gəldilər. Burada yəni qızına müraciət edir. Bu isə əmr cümləsi olmayacaq, nəqli cümlə olacaq. Hansı əmr cümləsində səhv yazılmış söz var? Şagirdlər yox, şagirdlər d yazılmalıdır. Şagirdləri sıraya düzün. Əmr cümləsidir və səhv yazılmış söz vardır. Şagirdlər sözü səhv yazılmışdır. Qonaqları qarşılayın əmr cümləsidir. Ancaq burada səhv söz yoxdur. Məktubu yollayın. Bu da əmr cümləsidir. Düzgün yazılmışdır. Cümlənin sonuna uyğun gələn durğu işarəsi hansıdır? Qalx ayağa, Azərbaycan, nida cümləsi. Doğru cavab olur B variantı. Hansı əmr cümləsində ahəng qanuna tabe olmayan söz var? Alim kitabları gətir. Alim kitabları gətir. Kimə müraciət edibdir? Alimə. Alim də ahəng qanuna tabe olmayan sözdür. Ahəng qanunu nədir? Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsidir. Yəni sözdə həm qalın, həm də incə sait varsa bu söz ahəng qanuna tabe olmur. Sözdə olan saitlər ya hamısı qalın olmalıdır, ahəng qanuna tabe olması üçün və ya hər biri incə sait olmalıdır ki, ahəng qanuna tabe olsun. Həm qalın, həm incə sait varsa ahəng qanuna tabe deyil. Doğru cavab olur A variantı. Hansı nida cümləsidir? Aytən, axşam kim gələcək? Bu sual cümləsidir. Rəfiqəni də çağır. Rəfiqəni də çağır. Əmr cümləsidir. Vay, hava şaxtadır. Bu isə olur nida cümləsi. Doğru cavab olur C variantı. Davam edək. Çalışmalara baxaq. Cümlələrin növünü qarşısında qeyd edin. Səhər tez qalxın. Nə cümləsidir? Əmr cümləsidir. Hey, atlılar, sizi görürəm. Nida cümləsidir. Ayağa dur. Azərbaycan, səninləyəm. Nida cümləsidir. Yarışın vaxtını təyin edin. Əmr cümləsidir. Əmr cümlələrini işarələyin. Yaşıl zəmilər göz oxşayır.
Bu nəqli cümlədir. Doğma kəndimiz gözəldir. Nəqli cümlədir. Köhnə kitabları mənə ver. Əmr cümləsidir. Saçlarını səliqəli yığ. Əmr cümləsidir. Nida cümlələrini işarələyin. Qələmin yerə düşüb. Bizə deyir nida cümləsini işarələyin. Qələmin yerə düşüb bizə məlumat verir. Nəqli cümlədir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Baxın, bu nida cümləsidir. Dostlar çox sevindilər. Nəqli cümlədir. Ana, mən çox xoşbəxtəm. Bu isə nida cümləsidir. Davam edək. Hər növə uyğun iki cümlə yazın. Əmr cümləsi, məsələn, sevinç, qapını ört. Və yaxud da başqa bir cümlə yaza bilərik. Silməzdik gərək. Başqa bir cümlə yaza bilərik. Ayan dərslərini oxu. Ana mənə su ver. Bunlar nə olacaq? Əmr cümləsi. Nida cümləsi kimi nə yaza bilərik? Məsələn, nida cümləsi nə bildirir? Yüksək hiss həyəcan bildirir, sevinç bildirir. Ura, yarışda qalib gəldim. Yer sıxmadı, buradan yazaq. Gəldim. Başqa bir cümlə yaza bilərik ki, ah, necə də gözəl güllərdir. Ah, necə də gözəl güllərdir. Davam edək. Cümlələrə elə sözlər əlavə edin ki, əmr cümləsi yaransın. Sən intizamlı ol. Kitabxanaya get. Uşaqları çağır. Elə söz əlavə edin ki, əmr cümləsi olsun. Rəngli kitabları mənə ver. Növbəti testimizə baxaq. Lar, lər, çoxluq bildirən hissəciklər. Birinci testdən baxaq. Ahəng qanuna əsasən hansı sözlər lər hissəciyi qəbul edir? Hansı sözlər hissəciyi qəbul edir? Daha doğrusu üzr istəyirəm, lar hissəciyi qəbul edir. Əllər, lər olacaq. Odunlar, evlər. Lar qəbul edəcək B variantı. Hansı şəkil adı bildirən söz varlığın cəmdə olduğunu bildirir? Alma, armud, amma görürsünüz bananlar çoxdur. Olacaq bananlar. Hansı söz varlığın təkdə olduğunu bildirir? Qəfəs, gəmilər, maşınlar. Maşınlar çoxluq bildirir, gəmilər çoxluq bildirir, amma qəfəs təkdədir. Hansı cümlədə çoxluq bildirən hissəcikli söz var? Bu məlumat maraqlı idi. Yollar buz bağlayıb. Yol təkdədir, yollar isə cəmdədir, çoxluq bildirir. Doğru cavab olur B variantı. Şəkil adını bildirən sözlə bağlı doğru fikir hansıdır? Şəkildə hörümçək görürük. Varlığın birdən çox olduğunu bildirir. Bizdən doğru fikir istəyir. Birdən çox deyil, elə bir dənədir.
Qalın saytlı sözdür. Ahəng qanuna əsasən lər hissəciyi qəbul edir. Hörümçək, hörümçəklər. Bəli, ahəng qanuna əsasən lər hissəciyi qəbul edir. Doğru cavab olur C variantı. Ahəng qanuna əsasən hansı sözlər lər hissəciyi qəbul edər? Ətirlər, adamlar, sözlər. Hansılar lər qəbul etdi? 1 və 3. Doğru cavab olur C variantı. Şeirdə cəmdə olan neçə ad bildirən söz var? Baxın, şərtə diqqət edin. Cəmdə olsun və ad bildirən söz olsun. Görür ki, baharın yaşıl saçından çöllərə gül çiçək yağışı yağır. Yapışıb günəşin qızıl saçından çiçəklər çəməndə incilər yığır. Baxaq. Ad bildirən söz olsun və cəmdə olsun. Çöllərə yapışıb günəşin qızıl saçından çiçəklər çəməndə incilər yığır. Çöllərə çiçəklər, incilər. Neçə söz oldu? 3 söz. Hansı cümlədə ad bildirən söz varlığın çox olduğunu bildirir? Biz şəhərdə yaşayırıq. Onun gözləri göydür. Bacımın səsi uzaqdan gəlirdi. Deyir ki, ad bildirən söz çoxluq bildirir. Burada olacaq B variantı. Bacımın gözləri cəmdədir, ad bildirən sözdür. Hansı variantdakı sözlərin hər ikisi varlığın tək olduğunu bildirir? Yastıq, kitab. Doğru cavab olacaq elə A bəndi. Hər iki söz təkdədir. Fincan, uşaqlar cəmdədir. Məsələn, buludlar cəmdədir, həkimlər cəmdədir. Hansı doğru deyil? Futbol təkdə, atlar cəmdə doğrudur. Kənd təkdə, odunlar cəmdə doğrudur. Kirpilər, baxın bu cəmdə olmalı idi. Usta isə təkdə. Doğru olmayan olur C variantı. Çalışmalara baxaq. Lar, lər çoxluq bildirən hissəciklər. Çalışma 24. Varlığın tək olduğunu bildirən sözlərin altından xətt çəkin. Ümidlər cəmdədir, oyun təkdədir, günlər cəmdədir, çoxluq bildirir. İdmandır, ürəkdir, bunlar təkdədir. Otaqlar, lar hissəciyi varsa cəmdədir. Dairə təkdədir, ailələr cəmdədir. Müəllif təkdədir. Qaydalar cəmdədir, çoxluq bildirir. Məktəb təkdədir. Göz təkdədir. Medallar çoxluq bildirir, cəmdədir. Səma da təkdədir. Buğdalar cəmdədir, çoxluq bildirir. Cəm varlığı bildirən sözləri işarələyin. Cəm varlığı bildirən sözləri, yəni cəmdə olan sözləri işarələyin deyir. Analarlar varsa cəmdədir. Fındıqlar varsa, lalilər varsa cəmdədir. Şəkər təkdədir, iynələr cəmdədir. Xəyallar cəmdədir. Gül, yarış, tarla bunlar isə təkdə olan sözlərdir. Verilmiş sözləri çoxluq bildirən hissəciklər əlavə edib yazın. Əlavə edib yazaq. Yağış olacaq. Ahəng qanuna uyğun olaraq yağışlar. Əlcək sözün son hicası saitlə bitdiyinə görə, daha doğrusu incə saitlə bitdiyinə görə incə saitli lər şəkilsini artırırıq. Əlcəklər. Donlar. Donlar. Havalar. Kəpənəklər, qarışqalar. Qarışqalar. Rəng, rənglər, meşə, meşələr.
Davam edək. Başqa hansı sözlərimiz qaldı? Dünya olacaq dünyalar. Dəniz, balıq. Dəniz olacaq dənizlər. Dənizlər. Balıq olacaq balıqlar. Tarla, tarlalar, top, toplar. Tarlalar. Toplar. Sonra sual, suallar, orman, ormanlar. Sual olacaq suallar. Orman, ormanlar. Lar artırıq. Ahəng qanuna uyğun olaraq lar artırıq. Ət, ətlər, gül, güllər, ətir, ətirlər. Ətlər, güller ve ətirlər. Ətirlər. Dördüncü tapşırığa baxaq. Lar, lər hissəcikli sözlərin işləndiyi cümlələri işarələyin. Ağaclar çox hündür idi. Baxın, ağaclar çoxluq bildirir. Lar hissəciyi var. Biz dənizə getdik. Burada yoxdur. Şəkilləri rəngləyin. Şəkillər çoxluq bildirir. Pələng, cəld heyvandır. Burada isə çoxluq bildirən söz yoxdur. Cümlələrdə çoxluq bildirən sözlərin altından xətt çəkin. Uşaqlar görüşdülər. Uşaqlar çoxluq bildirir. Anam tərəvəzləri yudu. Tərəvəz, tərəvəzlər. Həyətdə rəngli kəpənəklər uçurdu. Kəpənəklər. Heyvanları qorumaq lazımdır. Heyvan, heyvanlar. İzahlarımız bu qədər, əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.